Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən deməli həftəlik bürc proqnozu edəcəm. Bir-bir bürclərdən gedəcəyik, amma belə gedəcəyik ünsürlərlə. Yəni od ünsürü, su ünsürü, torpaq ünsürü və hava ünsürü. Amma içində bürcləri, yəni qruplaşdırılmış şəkildə baxımı edəcəm və tək-tək bürcləri nə gözləyir onu deyəcəm. Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Əgər şəxsi baxım istəsəniz, şəxsi baxım üçün Instagram üzərindən müraciət edə bilərsiniz. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Keçid edib əlaqə saxlaya bilərsiniz. Deməli, gəlin baxaq. Deməli, ünsürlərlə gedirəm. Od ünsüründən başlayıram. Od ünsüründən baxaq, şir, oxatan, qoçu nə gözləyir? Deməli, birinci qoçu deyəcəm, sonra şiri və sonra da oxatanı. Deməli, qoçlarda deməli bu həftə hansısa informasiyanın düzgün deyilməməsi ya da ki, hansısa informasiyanın yoxlanılmadan sizə çatdırılması ola bilər. Yəni həmin insan ya da siz özünüz hansısa informasiya görürsüz, əldə edirsiniz, amma bu yoxlanılmış bir informasiya deyil. Yəni düzgün informasiya deyil. Həmçinin hər hansı bir müraciətləriniz varsa, deyək ki, harasa müraciət edirsiniz və nəticə əldə etmək istəyirsiniz, sənədləşmə işində ya da müraciətlərinizdə çox diqqətli olmalısınız, səhv etməməlisiniz. Deməli, həmçinin də qeyd etmək istəyirəm ki, deməli, burada dediyim kimi səhvlər çox böyük ehtimal ola bilər, səhvlərin yol verilməsi və həmçinin də nəyisə konkret görməməyiniz, konkret düzgün anlamamağınız burada aktual ola bilər. Həmçinin də hər hansı bir dəyişiklik qarşısında burada qorxular yarana bilər sizin özünüzdə, qoçlarda. Deməli, bu qorxular sizi əngəlləyə bilər. Hansısa dəyişimi, hansısa çevrənizin dəyişimi, işinizin ya da həyatınızın dəyişməyini, yəni pozitiv yöndə dəyişməyini əngəlləyə bilər bu qorxular, bu hansısa informasiyanın düzgün əldə olunmaması və həmçində bu yalan informasiya da ola bilər. Hansını ki, siz yalan kimi görürsünüz, düzgün görmürsünüz, düzgün anlamırsınız. Həmçində hər hansı bir yol planlaşdırılıbsa, misal üçün harasa getmək, köçmək, şəhər olsun, ölkə olsun, harasa getməklə bağlı planlarınız varsa, burada çox diqqətli olun. Burada ya sizin xəstəliyiniz, ya da ki, başqa insanın xəstəliyi problem yarada bilər sizə. Həmçində həmin o planlanmış yol ya alınmaya bilər, ya da çox belə sizin üçün problemli ola bilər. Yəni sizin üçün o qədər də keyif verən bir şey olmayacaq. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, həmin bu yola dediyim bu informasiya əksikliyi və ya yalanlarda problem yarada bilər. Ona görə çox diqqətli olursunuz. Hər hansı bir dəyişikliyin qabağında durmamağınız da yaxşı olar. Çünki burada sizin qorxularınız sizin çevrənizdə olan dəyişikliyə, həyatınızda olan dəyişikliyə əngəlləyir deyənə və həmçinin də hər hansı bir dəyişiklik yarananda qorxularınız çıxır deyənə bu həyatınızı negativ yöndə təsir göstərə bilər. Şirlərə keçid etmək istəyirəm. Deməli, şirlərdə burada izolyasiya durumları aktual ola bilər. Yəni, burada izolyasiya və nədənsə nəyisə qoymaq, tərgizdirmək aktual ola bilər şirlər üçün. Bu nə cür şey ola bilər? Misal üçün, siz birdən-birə izolyasiya olmaq istəyirsiniz, evdə oturmaq istəyirsiniz, heç ara getməmək, heç ara çıxmamaq, bunlar aktual ola bilər. Həmçinin də deməli, sizin bu izolyasiya istəyiniz sizin üçün çox belə alışılmış bir vəziyyətə də gələ bilər bəzi şirlərdə, hansında ki, biz artıq o qədər alışırıq o duruma ki, o durumda qalmaq istəyirik. Yəni, bu biraz problemli ola bilər sizin üçün. Yəni, sosial baxımından, sosial çevrəniz baxımından.
Əlavə olaraq da demək istəyirəm ki, burada hansısa pis vərdişiniz varsa, onu tərgizdirmək istəyirsinizsə, burada yaxşı bir həftədir bunun üçün. Çünki burada bəzi işlərdə belə bir istək yaranacaq, belə bir motivasiya yaranacaq, belə tərgizdirmək üçün pis vərdişlərinizi, misal üçün çox yemək olsun, pəhriz saxlamaq üçün yaxşı həftədir. Həmçinin hansısa başqa pis vərdişiniz varsa, bunları tərgizdirmək üçün ideal bir zamandır. Ona görə diqqət yetirirsiniz. Belə də sizin üçün uğurlu həftədir. Ancaq gərək izolyasiyadan qurtulasınız və pis vərdişlərinizdən qurtulasınız. Yəni pis vərdişlərdən qurtulmaq üçün yaxşı zamandır, amma izolyasiyada qalmaq üçün yəni izolyasiya o qədər də yaxşı şey deyil. Çünki burada siz özünüzü artıq bu izolyasiyada daha yaxşı hiss etməyə başlayırsınız. Yəni bu sizə çox belə rahat gəlməyə başlayır və uyğun gəlməyə başlayır. Burada emosional bir distansiya da ola bilər. Haçan ki sosiumda ola-ola, yəni insanlar arasında ola-ola qapanığıq, emosional olaraq qapanığıq. Bu da problem yarada bilər sizə şirlər üçün. Yəni ona görə diqqətli olursunuz. Oxatanlar deməli bu həftə təzyiq yoluna daha çox təzyiq yolu ilə istədiyini əldə etməyə çalışacaqlar. Həmçinin hər hansı bir qorxularından və ya deyək ki, negativ fikirlərindən azad olaraq təzyiq yolu ilə öz istədiklərini yeritmə və özünə fokuslanma vaxtı olacaq oxatanlar üçün. Həmçinin də burada hər hansı bir başqa insanların təzyiqindən distansiya qurmaq, yəni hər hansı bir insan qabağınıza çıxacaqsa, təzyiq göstərməyə çalışacaqsa, siz burada o insanla distansiya quracaqsınız. Yəni belə bir istək yaranacaq ki, mənə təzyiq qurmayın, mənə təzyiq göstərməyin. Mən ancaq necə istəyirəmsə, mən elə addım atacağam və belə şeylərdən imtina çıxır. Həmçinin də deməli qorxularından, yəni belə bir qorxu varsa, təzyiq mənə göstərərlər, məni manipulyasiya edərlər. Belə şeylərdən də imtina çıxır və siz özünüz belə yola baş qoya bilərsiniz ki, mən manipulyasiya edərək öz istədiyimi əldə edim və belə şeyə fokuslanırsınız ki, mən yəni biraz egoizm vaxtıdır. Haçan ki mənim istədiyim olmalıdır və mənim özüm bilərəm necə etməliyəm. Yəni mənə öyrətmək ya da mənə yeritmək nəyisə lazım deyil. Gəlin indi keçid edək deməli torpaq ünsürlərinə. Burada od ünsürü ilə mən qurtardım. Keçid edək torpağa. Baxaq torpaq ünsüründə. Torpaq ünsürü bizdə qız. Deməli qız, oğlaq, bir də ki boğa olacaq. Gəlin baxaq. Onları nə gözləyir? Torpaq ünsüründən olan bürclərimizi sırası ilə gedəcəm. Birinci başlayacağım boğalardan. Xatırlatmaq istəyirəm ki, şəxsi baxım istəsəniz, şəxsi baxım üçün Instagram üzərindən müraciət edə bilərsiniz. Instagram səhifəmin adı və linki göstərilib. Videomun altında keçid edib əlaqə saxlaya bilərsiniz. Deməli, gəlin baxaq. Deməli, boğalardan başlayıram. Boğaları bu həftə olduqları yerdən, yəni alışdıqları yerlərdən ya da alışdıqları hansısa fikirlərdən, həmçinin də bu sizin
özünüzü aparma tərziniz də ola bilər. Haçan ki siz özünüzü hansı stildə aparırdınızsa ya da necə davranırdınızsa, bunu artıq dəyişmə vaxtı gəlir və həyatınızda çoxlu ya da ki bir dənə vacib qlobal bir qərar ola bilər və dönüm nöqtəsi ola bilər, hansı ki sizin ya fikrinizi dəyişə bilər kökündən, həmçinin də sizin davranışınıza təsir göstərə bilər. Yəni siz özünüzü belə deyirləri əvvəl və sonrası, yəni bu hadisədən əvvəl necə idim, sonra necəyəm. Yəni belə bir hadisə baş verə bilər, hansında ki siz xatırlayaraq belə fikirləşə bilərsiniz ki, yəni bu hadisə ya da bu eşitdiklərim ya da bu mənimlə baş verən bu hadisə məni gör nəyə gətirib çıxartdı. Yəni mən artıq başqa cürə baxıram. Yəni həm burada bəzi şeylərə baxış nöqtəniz dəyişə bilər kökündən, həmçində dediyim kimi burada hansısa alışdığınız çevrənizdən ya da alışdığınız davranışlardan, insanlardan, bu iş yeri ola bilər, bu sizin yaşadığınız yer ola bilər, bu sizin ətrafınızda olan insanlar ola bilər. Yəni çünki burada bir neçə növdə boğalar var, yəni bir neçə həyat tərzləri var. Yəni siz öz həyat tərzinizə görə baxırsınız. Burada vacib bir məqam, yəni sizi birləşdirən bir məqam olacaq ki, hansısa bir hadisə baş verir, hansı ki ya da hansısa qərardır bu, hansı ki sizi kökündən həyatınızı ya da ki fikrinizi nəyəsə, həmçinin də davranışınızı dəyişə bilər. Yəni burada belə hadisə baş verə bilər. Həmçinin də burada hansısa qərarları boş verirdinizsə, misal üçün, sonra qərar verərəm, indi o qədər də aktual deyil. Həyat sizi qərar qarşısında qoyacaq, yəni sizi məcbur qoyacaq belə bir qərar qarşısında, ya da ki kiminsə qərarı qabağında siz o qərarı qəbul etmə məcburiyyətində qalacaqsınız. Yəni belə bir hadisə baş verə bilər boğalarda. Keçid etmək istəyirəm qız bürclərinə. Qız bürclərində burada həftə boyu kiminsə manipulyasiyasından qaçınmalısınız. Burada həyatınızda belə bir insan çıxa bilər, hansı ki manipulyasiya yolu ilə, yəni sizə nəyisə düzgün danışmayaraq, sizdən nəyisə gizlədərək öz mənfəəti üçün hansısa insan sizi manipulyasiya edə bilər və sizi necə deyirlər, içinizdən ya da belə sizin özünüzü mental olaraq sındırmağa çalışacaq. Yəni sizə təzyiq göstərərək, sizi yəni sizə yalan danışaraq, manipulyasiya edərək, yəni şirin sözlərlə, şirin vədlərlə, həmçinin də belə saman altından su yeri dərmişcəsinə bu insan sizi sındırmağa çalışa bilər ki, siz onun istədiyi kimi davranasınız və istədiyi kimi edəsiniz. Yəni burada belə şeylərə diqqət göstərirsiniz. Həmçinin də siz özünüz belə bir məcburiyyət qarşısında qala bilərsiniz. Haçan ki öz istədiyiniz üçün siz yalan danışmalı və manipulyasiya etməli olacaqsınız və bu manipulyasiyayla diqqətli olmalısınız. Çünki bu sizin həyatınızda çoxlu dəyişikliklərə, gözləmədiyiniz dəyişikliklərə və qalmaqallara gətirib çıxarda bilər. Yəni o insan başlayıb sizə reaksiya göstərə bilər ki, sən niyə bunu mənə etməyə çalışırsan, yalan danışmağa ya da ki sizin onunla, yəni onu şirin görüb də, onu yaxşı görüb də onun başqa bir üzünü görə bilərsiniz o insanı. Yəni bu iki tərəfli baş verə bilər. Çünki fərqli həyat tərzləri var və siz öz həyat tərzinizə görə baxırsınız. Yəni burada dediyim kimi belə bir cavabla qarşılaşa bilərsiniz. Haçan ki o insan başlayır sizə reaksiya göstərməyə, yəni sizin etdiklərinizə, dediklərinizə, yəni siz yumşaq o insanı görüb də, yəni bundan bir səs çıxmaz, bundan yəni bu bir cavab verməz mənə, amma bu insan sizin dediklərinizə, sizin etdiklərinizə anidən belə çox gözləmədiyiniz bir şəkildə reaksiya göstərə bilər. Həmçinin də burada hər hansı bir yalanların da ortaya çıxma durumu da ola bilər. Əgər ondan əvvəl belə bir şey baş vermişdisə, manipulyasiya edərək sizə yalan danışmışdılarsa ya da siz yalan danışmışdınızsa, bu anidən ortaya çıxa bilər. Su ünsüründən olan insanlara diqqət yetirirsiniz. Su ünsüründən balıq, xərçəng, əqrəb ola bilər. Deməli, oğlaqlara keçid etsək, oğlaqlarda burada deməli, anidən hansısa informasiyanın ya da anidən hansısa hadisənin bitimi ola bilər. Yəni, bu bitim
hava ünsüründən olan insanlarla daha çox əlaqədar ola bilər. Hava ünsürünü əkizlər, tərəzi, doğuçu ola bilər. Həmçinin də bu insanla hər hansı bir ilişkiniz varsa, ilişki anidən bitə bilər ya da anidən elə bir hadisə baş verə bilər. Haçan ki, o insan qərar verir, gəl yəni donduraq ilişkini ya da bir müddət danışmayaq, yəni hansısa belə bir hadisə baş verə bilər. Yalnızca burada yaxşı bir yorum ola bilər onda ki, siz o insanla ondan qabaq ilişkini bitirmişdinizsə, anidən hansısa xəbər eşidə bilərsiniz və ya o insanı yəni necəsə o insandan bir xəbər alına bilər. Yəni bu həm görüş ola bilər, həm də ki hansısa bir mesaj ola bilər ya da ki bu insanı görə bilərsiniz internetdə hardasa. Yəni belə bir şey ola bilər. Həmçinin də burada misal üçün hər hansı bir sizin deməli informasiya gözləntiniz varsa, cavab gözləntiniz varsa, bu cavab gözləntisi gəlməyə bilər. Yəni cavabın gəlməməyi ola bilər və həmçinin də o cavabın neqativ gəlişi ola bilər. Həmçinin də burada hər hansı bir onurğa sisteminizlə problem varsa, belinizdə ağrı varsa, yəni burada aktual ola bilər. Bel ağrıları, sümük ağrıları, skolioz dediyim, yəni bu qolun yuxarısı, yəni sizin boyun nahiyəsi, qollarınız və onurğa sisteminizlə olan problemlər ola bilər və həmçinin də belə bir problemləriniz varsa, burada həm sizin həkimə deməli həkimə getməyiniz, yəni səhhətinizdə problem varsa həkimə getməyiniz tövsiyə olunur və burada düzgün həkim seçimi çox vacib olacaq əgər həftə boyu qərar versəniz getməyə, çünki burada yanlış həkim seçimi biraz problemli ola bilər əgər yanlış seçsəniz. Burada amma hər hansı bir həkimə getmək həftə boyu uğurlu ola bilər. Nə baxımdan uğurlu? Yəni siz onu sonraya qoymamalısınız. O konkret o həftə getməlisiniz. Çünki sonraya qoysanız, burada sizin ağrılarınız ya da problemləriniz daha çox irəliləyə bilər. Amma dediyim kimi yanlış həkim seçimindən ehtiyatlı olun. Yəni yanlış həkim seçməməyə çalışın. Bu biraz balaca faiz oğlaqlar üçün aktual ola bilər. Yəni səhhətlə bağlı problemlər və həkimə müraciət, amma yenə də bunu qeyd etmək istədim ki, belə şeylərə də diqqət göstərəsiniz, boş verməyəsiniz. Çünki çox vaxt insanlar bu onurğa sistemini boş verir, amma burada belə şeylər aktualdır. Həmçinin də hər hansı bir hava ünsüründən olan insana müraciət edəcəksinizsə, bu deməli dediyim kimi tərəzi, doğuça, əkizlər ola bilər. Elə insandan hər hansı bir kömək gözləyirsünüzsə, hər hansı bir problem həll etməsini gözləyirsünüzsə, bu insan o problemi həll etməyə bilər ya da yuvandıra bilər. Çünki burada belə köməklərin və informasiyanın alınmasını bu insan blokluyur və qoymur belə bir informasiya alınsın. Həmçinin də belə bir insanın sizi bloklaması da, real bir bloklaması da ola bilər. Haçan ki siz danışırdınız belə insanla, anidən bu insan sizi bloklamağa qərar verir, deyir ki, hirslənir və sizinlə ilişkini, danışığı kəsməyə çalışır və blokluyur sizi. Belə şeyə də diqqət göstərirsiniz. Gəlin keçid edək növbəti ünsürümüzə. Gəlin baxaq su ünsüründən olan insanlara. Nə gözləyir sizi həftə boyu? Xərçəngdən başlayacağım. Xərçəng, əqrəb, balıq kimi sıralamada gedəcəyik. Gəlin baxaq. Həmçində öz istədiyiniz mövzuları da yaza bilərsiniz. Hər hansı bir istədiyiniz mövzu varsa. Gəlin baxaq.
Deməli, xərçənglərdə burada həftə boyu balansla bağlı problemlər ola bilər. Alma vermə disbalansı yaşana bilər. Yəni alma vermə disbalansı nə deməkdir? Siz misal üçün kiməsə yaxşılıq edirsiniz, o insan yaxşılığı qaytarmaq istəmir. Siz kiməsə əl uzadırsınız, o insan sizin əlinizi tutmur. Ya da sizdən faydalanır, amma geri dönüş edəndə ya da çox sağ ol deməyə çatanda o insan çox sağ ol belə demək istəmir. Hər hansı bir qurumlara ya da dövlət dairələrinə, dövlət qurumlarına müraciətləriniz varsa, o insanlar sizin istədiyiniz kimi ya da sizin gözləntilərinizi qarşılamır. Yəni misal üçün siz negativ deyil də, yəni heç olmasa normal, yəni sizin tam istədiyiniz olmasa da ortası olsun desəniz belə, bu insanlar tam heç onun ortasını belə etmir. Yəni belə bir şeylər baş verə bilər. Həmçinin də burada karma ilə baxım, karma ilə bağlı problemlər yaşana bilər. Yəni misal üçün siz kiməsə nəsə etdiniz və çalışdınız ki, o insan anlasın, başa düşsün ki, belə düzgün deyil, ya da izah etdiniz ki, mən sənə görsən yaxşılıq edirəm, sən mənə etmirsən. O insan davam edə bilər, yəni eyni tempdə, yəni sizin gözlədiyiniz ya da gözləyirsiniz ki, misal üçün o insan kim ki sizə pislik edib, misal üçün gözləyirsiniz ki, gəlsin, üzr istəsin, o insan üzr istəməyə bilər və belə bir deyək ki, istəyi belə yaranmaya bilər. Həmçinin də burada deməli sizin kartlar sizə tövsiyə edir ki, siz öz qorxularınızdan, öz negativ fikirlərinizdən qurtulasınız və daha çox emosional deyil də beyninizlə analitik hər şeyə baxıb, yəni baxış nöqtəniz qorxularınıza və ya hissiyatınıza dayanıqlı olmasın. Daha çox beyninizə və sizin məntiqinizə dayanıqlı olsun. Burada vacib o olacaq ki, kartlar da sizə bunu tövsiyə edir ki, gözləmə ki, kimsə sənin duyğusallığını, qorxularını ya da sənin hansısa keçmişini ya da keçmişə dayanıqlı bir təcrübəni anlasın. Yəni bunu gözləmə. Daha çox çalış, məntiqi davran və insanlarla necə diplomatik mən iş görə bilərəm, necə diplomatik həll edə bilərəm, buna bax, buna fokuslan. Yəni burada bu aktual ola bilər. Əqrəblərə keçid etsək, əqrəblər üçün çox uğurlu həftədir. Yəni siz burada baxdığımız bürclər arasında, yəni ulduzsunuz, nömrə 1-siniz və top 1-dəsiniz. Çünki burada getdiyiniz yerlərdə, getdiyiniz çevrələrdə siz nömrə 1 olacaqsınız. Sizdən deməli dərs alacaqlar, sizdən ilhamlanacaqlar. Yəni siz bir necə deyərlər, ulduz kimi hər yerdə işıldayacaqsınız və həmçinin də burada hər hansı bir istəkləriniz varsa, qabağınıza çox gözəl imkanlar çıxacaq. Yəni tövsiyə edirəm ki, gələcək həftə, yəni indi 1 iyundan gələcək həftə, 1 iyun həftəsində artıq hazırlıqlı olasınız. Bütün nə işləriniz varsa o həftəyə planlayırsınız. Çünki həmin həftə siz istədiklərinizi alacaqsınız və bunun üçün çox gözəl imkanlar yaranacaq. Hətta burada sizin planlamadığınız dərəcədə bir imkanlar yarana bilər. Hansı ki sizə sanki Allahın verdiyi bir gözəl şanslar, imkanlar yaranacaq. Yəni anidən bir möcüzə kimi gələn imkanlar yarana bilər. Burada dediyim kimi getdiyiniz yollarda, yerlərdə siz nömrə 1 olacaqsınız. Hər hansı bir yollarınız da varsa, burada onlar çox uğurlu keçəcək və həmçinin də bu yollar sadəcə emosional tətmin alma deyil də, siz nəsə əldə edəcəksiniz. Yəni bu həm real bir misal üçün tanışlıq ola bilər, hansı ki sizə çox faydalı olacaq, həm real bir maddi hansısa gəlir ola bilər, həmçinin də nəsə çox sizin faydanıza olacaq bir şeydir bu. Yəni sadəcə boş emosionallıq da deyil, burada konkret sizin faydanıza olan bir şey əldə edəcəksiniz və bu yollar və bu informasiyalar, imkanlar sizə bunu verəcək. Yəni çox da davam etmək istəmirəm, çünki burada əqrəblər üçün çox gözəl bir həftədir. Yəni bundan daha gözəl bir kart açılımı düşünülə bilməzdi. Yəni ona görə çox da davam etmək istəmirəm əqrəbləri. Yəni dediyim budur. Yəni çox möhtəşəm bir həftədir. Gəlin keçid edək balıqlara, balıq bürcünü nə gözləyir. Deməli balıqlarda burada vacib bir məqam həftə boyu olacaq ki, siz
deməli, başqa insanların, xüsusən də deməli, üçüncü şəxslərin həyatınıza qarışmasını, yəni üçüncü şəxslərin sizin həyatınıza, sizin ilişkinizə, sizin işinizə qatışmağını əngəlləyəsiniz. Burada həmçinin belə bir şey olacaq ki, deməli, balıqlar biraz pesimizmə qapılacaq və küsmüşəm, darğınam və gəlin məni çıxardın. Yəni bu depressiyadan, hansısa mənim problemimdən ya da ki, bu emosional yorğunluq da ola bilər, qəlb qırıqlığı da ola bilər. Bundan siz məni gəlib çıxardın. Yəni özünüz deyil də, özünüzü motivasiya etməyiniz deyil də, siz başqa bir insandan bunu gözləyəcəksiniz, hansı ki sizi gəlib bundan çıxartsın. Bu həm ilişkidə olan partnyorunuz ola bilər, həm həyatınızda hansısa qohumunuz, tanışınız, yəni fərqli həyat tərzləri var. Siz öz həyat tərzinizə uyğun baxırsınız. Deməli, belə bir şey ola bilər ki, məni gəlib çıxartsınlar bu depressiyadan ya da bu qəlb qırığından, o addım atsın. Mən niyə atıram? Yəni belə bir şey ola bilər. Motivasiyaya gəldikdə başqa insan məni motivasiya etsin. Yəni elə insanlar var ki, onlara başqa insan lazım deyil. Özü elə götürür, özünü motivasiya edir, öz addımını atır və əldə edir. Amma balıqlar həftə boyu inisiativa dedikləri, yəni burada özləri deyil də başqa insanın ağlı ilə, başqa insanın addımları ilə hərəkət etmə istəyində ola bilər ya da belə bir necə deyirlər, situasiya yarana bilər, hansında ki siz gözləyəcəksiniz ki, kimsə sizin yerinizə həll etsin bunu. Yəni siz özünüz deyil də başqa bir insan gəlsin də bunu həll etsin. Həmçinin də burada arxayınçılıq sizə problem yarada bilər. Arxayınçılıqdan qaçının və əmin olmayın heç kəsdən. Yəni burada əmin olma sizi necə deyərlər, məyusluğa gətirib çıxardar. Siz misal üçün çox güvənirsiniz bir insana, amma o insan sizi məyus edə bilər. Yəni təsəvvür edirsiniz bir insan kimi, o insan başqa cürə çıxır. Yəni ona görə çalışın, çox da belə gözü qapalı güvənməyin, daha çox araşdırın, daha çox öyrənin insanlar haqqında və detallı analiz edin insanların hərəkətlərini, davranışlarını. Yəni bu vacib olacaq. Gəlin baxaq görək hava ünsüründən olan bürclərimizi nə gözləyir. Son ünsür hava ünsürü. Xatırlatmaq istəyirəm ki, şəxsi baxım üçün Instagram üzərindən müraciət edirsiniz. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Gəlin baxaq. Deməli, sırası ilə gedəcəyik. Əkizlər, tərəzi, dolça kimi gedəcəyik sırasıyla. Deməli, əkizlərdə bu həftə 1 iyun həftəsində deməli əkizlərdə hansısa yol gözləyə bilər ya da yol planlaması ola bilər və burada həm bu yol üçün su ünsüründən olan insana müraciət ola bilər, amma bu müraciət biraz yalanla bağlıdır. Yəni yalan danışırsınız o müraciət zamanı ya da ki nəyisə gizləyirsiniz, sonuna qədər demirsiniz öz faydanız üçün. Həmçinin də burada belə bir durumda qala bilərsiniz. Haçan ki hansısa yol üçün belə bir yalan danışmalı olursunuz ya da müraciət etməli olursunuz, amma informasiyanı gizlətməli olursunuz. Həmçinin də hər hansı bir kömək gözləntiniz varsa, kömək müraciətiniz varsa, burada ya o insan yalan danışa bilər, nəyisə gizlədə bilər. Həmçinin də bu sizin tərəfinizdən ola bilər. O köməyi əldə etmək üçün bu informasiyanı, yəni sizə
uyğun olmayan informasiyanı gizlətmə ola bilər. Həmçində o insan kimə ki müraciət edirsiniz, kömək etməmək üçün biraz yalan kimi danışa bilər. Yəni sizdən nə isə gizlədə bilər, yuvandıra bilər, deyə bilər ki, hər hansı bir dəyişiklik istəyirsinizsə və o kömək istəyirsiniz ki, o insan dəyişikliyi etsin. Misal üçün, haçan edəcəksən ya da müraciət edirsən, xahiş edirsən ki, yəni bu situasiyanı dəyişdir, bu situasiyanı başqa cürə et. Yəni sənin köməyinə ehtiyacın var. Sənin dəstəyinə ehtiyacın var və bu insan onu yuvandırır. Hə deyir, amma real bir fikrini, real bir, yəni şirin sözlə, yaxşı sözlə deyib də sizdən gizlədə bilər çox şey və reallığı açmaya bilər. Keçid etsə tərəzi bürclərinə. Tərəzi bürclərində burada öz hansısa baryerlarından qurtulmaq zamanı gəlir. Həftə boyu onlar öz baryerlarından ya da öz əngəllərindən qurtulma zamanı gəlir və burada sizə od ünsüründən olan insanlar çox köməklik göstərə bilər və həmçinin də belə aktiv, çox özünə güvənən insanlara arxayın olmağınız aktual ola bilər və belə bir insanlar töhfə göstərə bilər və sizə elə bir şey deyə bilərlər ki, hansı ki sizi fikirləşdirəcək. Yəni siz fikirləşəcəksiniz ki, doğrudan da, yəni niyə mən belə etmirdim? Niyə mən misal üçün deyir ki, niyə aktiv olmursan, niyə passivsən, niyə özünü qapatmısan, niyə belə durğunsan? O insanın dediyi sizi necə deyirlər, dəyişdirə bilər. Həmçinin də siz özünüz belə bir istəkdə də ola bilərsiniz. Yəni öz əngəllərinizdən qurtulmaq, aktiv olmaq və bu yöndə, yəni istədiyinizi əldə etmək üçün bu yöndə necə, hansı addımlar ata bilərəm, hansı hərəkətləri edə bilərəm. Burada həmçinin də başqa hansısa təzə şeyə yönəlmək, amma təzə şeyə yönəlmək üçün siz gərək nəyisə qoyasınız, hansısa əngəli aşasınız, yəni o əngəli keçə biləsiniz, amma burada əngəl daha çox sizin özünüzdən irəli gələn bir əngəldir. Yəni real bir əngəl varsa belə bu sizin əlinizdədir onu ondan keçmək, yəni o əngəldən. Həmçinin də burada baş beyin travmalarından çox diqqətli olun. Burada cüzisindən başlayaraq, misal üçün miqren dedikləri, yəni baş ağrıları ola bilər. Həmçinin də misal üçün başınız dəyə bilər, başınızla bağlı problemləriniz yaşana bilər. Haçan ki siz gözləmirdiniz, anidən başınız dəyir, problem yaşayırsınız. Həmçinin də burada deməli davleniya kimi, yəni misal üçün davleniya vurur, beyin, boyun belə problemlər, sağlamlıq problemləri də ola bilər. Həmçinin də burada sizdə yəni kartlar işarət edir ki, sizin bütün hansısa baryerlarınız sizin öz beyninizdədir. Sizin əlinizdədir onlardan qurtulmaq, onlara misal üçün onları geridə qoyub da təzə şeyə yönəlmək və istədiyinizi əldə etmək. Yəni bu sizin əlinizdədir. Bu sizə baxır. Yəni bu sizin fikrinizdən, sizin baxış nöqtənizdən çox şey asılı. Hər hansı bir də od ünsüründən olan insanlardan gözləntiləriniz varsa, o insan yəni müraciət etdiyiniz və gözləntiləriniz olduğu bir od ünsüründən insan varsa, o insana biraz yəni biraz vaxt verməlisiniz. Çünki həftə boyu deyil də sonrasında bəlkə qərarlaşa bilər. Çünki o insan hələ gözləyir, nəyisə gözləyir, gözlədiyi şeylər var. Od ünsüründən şir, ox atan, qoç ola bilər. Yəni belə insandan nəyisə gözləyirsinizsə, o insanın daha da biraz gözləməli olacaqsınız. Çünki o insanda özü nəyisə gözləyir. Yəni burada belə bir gülməli biraz vəziyyətdir. Çünki o insanda nəyisə gözləyir, biraz qərarsızdır və zaman alacaq onun qərar verməyə, əgər belə bir gözləntiniz varsa. Doğuşalarda burada həftə boyu çoxlu hansısa məsələlər olacaq, həll edilməlisi. Həmçinin də burada həm bu fikir baxımından çoxlu fikirləri ola bilər, ideyalar ola bilər ki, onu da etməliyəm, bunu da etməliyəm. Həmçində real bir işlər ola bilər, hansında ki siz bir neçə işi həll etmə, bir neçə işin üstündən bir də keçmə, bir də yoxlama, bir də etmə, bunlar aktual ola bilər. Həmçinin də bir neçə problemin üstünüzə yığılma kimi bir
xüsusiyyəti yaranacaq həftə boyu. Misal üçün siz nəyisə qoyurdunuz sonrasına ya da ki, anidən elə məsələlər yaranır ki, bir neçə məsələdir, hamısı üstünüzə yük kimi enir və bu yükü həll etmə prosesi başlayır həftə boyu. Yəni bu yükləri, bu problemləri həll etmə məsələsi aktual ola bilər. Həmçinin də burada deməli məntiqi yanaşma çox vacib olacaq. Məntiqi sizin bütün işlərinizi diplomatik və məntiqi yöndən həll etməyiniz aktual ola bilər və həmçinin də qeyd etmək istəyirəm ki, burada nəyisə daşıma ilə bağlı işləriniz varsa, onlarla daha çox yollarda ola bilərsiniz. Onlarla bağlı yollarınız ola bilər həftə boyu. Əgər bu daşıma ilə bağlı hansısa yük daşıma olsun ya da hansısa nəyisə köçürtmə ola bilər. Yəni bu ev köçməsi də ola bilər, hər hansı bir başqa yerə köçmə də ola bilər. Bununla bağlı sizin problemləriniz, yəni problem dediyim, yəni bu məsələlərin həlli aktual ola bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, onurğa sisteminizə, qollarınıza, sümük sisteminizə diqqət yetirirsiniz. Çünki burada qol, bel, boyun ağrıları aktual ola bilər. Ona görə diqqətli olursunuz. Belə bir problemlə həkimlərə gedirsinizsə, bununla da bağlı diqqətli olun. Çünki burada o həmin insan ya düzgün bitişdirməyə bilər, əgər sınıq varsa ya da bir problem varsa, ya da ki, düzgün müalicə etməyə bilər. Yəni ona diqqətli yanaşın.